Salam əziz izləyicilər, necəsiniz? Eee, Bu səfər Albaniya dövlətini izah edəcəm. Deməli, biraz video çəkmədim, izah atmadım, sadəcə short video atdım. İndi isə Albaniya dövlətinin izahına baxaq. Deməli, Albaniya dövləti Azərbaycan şimalında yaranıb, eramızdan 4-cü əsrin sonu 3-cü əsrin əvvəli yaranıbdır. Azərbaycan şimalında ilk dövlət idi Albaniya dövləti. İlk paytaxtı Qəbələ olub, ikinci paytaxtı isə 5-ci əsrdən bura köçürülüb, artıq Bərdə olub. Bərdə olub. Albaniya dövləti əkinçilik, bir də ki, maldarlıqla məşğul olub. Taxılı dəmir oraqla bitirdilər. Sonra iri quyularda və saxsı küpələrdə saxlardılar. Taxılı nə ilə bitirdilər? Taxılı bitirdilər dəmir oraqla. Sonra təsərrüfatda üzümçülük, şərabçılıq və balıqçılıq xüsusi yer tuturdu. Şərabçılıq, hamısını qeyd edin. Şərabçılıq, balıqçılıq, bir də ki, üzümçülük. Əsas yer tuturdu da, yəni xüsusi yer tuturdu. Eramızın ilk əsrlərindən su dəyirmanlarından istifadə olunurdu. Eramızın ilk əsrlərindən su dəyirmanından istifadə olunurdu. Baxaq, sonra nə deyə bilərik? Məsələn, eramızdan 4-cü əsrdə Albaniya dövləti yaranıb. Albaniya dövlətinin yaranması ilə həm də ki, möhürlər meydana gəlib. Möhürlər. Burada L hərfini çaşdım yazdım. Möhürlər meydana gəlib. Bax, Albaniya dövləti eramızdan 4-cü əsrdə yaranıb. 4-cü əsrdən sonra 3-cü əsrin əvvəldə. Həm də ki, bununla etibarən onunla birlikdə həm də möhürlər meydana gəlibdir. Deməli, möhürlər meydana gəlibdir nə vaxt? Eramızdan əvvəl 4-cü əsrdə. Möhürlər üzüc formasında düzəldilir və bəzək əşyası kimi barmaqdağı indiki normal üzüc düzəldilir. Nədən? Möhürdən. Üzüc möhürdən düzəldilib. Möhür üzücünün qaş hissəsindən dini məzmunlu rəsmlərdən həkk olunmuşdur. Albaniyada möhürlərdən istifadə olunurdu. Nədə? Gəlin baxaq. Sənədləri təsdiqləyəndə, qablar və qapıları möhürləyəndə, qabları və qapıları möhürləyəndə. Qızıl, qoy yazım da, ilahə heykəli var idi. Və bu heykəl Alban sənətkarlarına məxsusdur. Həmin bu heykəl məxsusdur kimə? Alban sənətkarlarına məxsusdur. Əhali uşaqlar, baxın, eramızın ilk əsrlərində maşarı şüşə qablar hazırlanırdı. Onu hardan yazım? Eramızın ilk əsrlərindən şüşə qablar hazırlanırdı. Donurdu ya, belə yaxşı görsəmir də, sərt qazdır, hazırlanırdı. Sonra
Deyə bilərik ki, əhali boyaçılıqla, dürgərliklə, dərziçiliklə, dabbağlıqla, çəkməçiliklə məşğul olurdu. Heyvan dərilərini aşırama vasitəsilə gönə çevirmək sənəti yaranmışdır. Onlarla da məşğul olurdular. Və bu sahələr əsasən əhalinin daxili tələbatının ödənilməsinə yönəlmişdir. Toxuculuqda istifadə edirdilər qoyun, sonra bir də dəvə yunu, və dəvə yunu. Sıxışmadı, yunu. Dəvə yunundan istifadə edirdilər. Sonra dini məzmunlu rəsmlər həkk olunmuşdur. Dedim də bunu. O da nədə olmuşdu? Möhürlərdə. Bunu dedim, qeyd etdim, Metalleşmə inkişaf etmişdir uşaqlar. İnkişaf etmişdir. Metalleşmə. Albaniyanın xəritəsini də qeyd edeyim. Baxın. Bir var köhnə Albaniya, bir var yeni Albaniya. Yeni Albaniya bizim indiki dövrdə də mövcuddur. 2025-də məsələn Albaniya var. O da ki yeni Albaniyadır. Məsələn Qəbələ desə bilərsiniz ki Albaniyadır. Şəhərinə. Bu paytaxtdır da mən qeyd etmişəm. Qəbələ ilə işarə olunur. Bərdə ilə işarə olunmur. Harda yerləşir? Diqqət yetirin. Azərbaycan şimalında yerləşir. Deməli, Albaniya əhalisinin ictimai vəziyyəti. Albaniya əhalisinin ictimai vəziyyəti, məsələn, 4 təbəqə bölünür. Birinci təbəqə yazım. Padşah. Uzaqdan çəkeyim padşah. Ordu başçısı sıxışmayacaq. Ordu başçısı qısa yazımı da hakimlər. İkinci təbəqədə isə din xadimləri üstün idi. Sonra isə üçüncü təbəqədə hərbiçilər. Dördüncü təbəqə isə təsərrüfatda işləyənlər. Deməli, belə bir şey də var ki, Strabonun coğrafiya əsərindən yazılmışdır ki, indiki zamanda Albaniya tayfalarını bir hökmdar başçılıq edir. Bu 2025-də da, yəni 2025-də. 2025-də da. Amma əvvəllər hər tayfanın öz hökmdarı vardı. Məsələn, Alban döyüşdə zirehli paltar geyir, başını dəbilqə qoyur, qalxan, nizə, ox və mizraq ilə silahlandırırdılar. Albanlar öz qonşusu İberlərdən daha böyük ordu təşkil edə bilirdilər. Pompey Albaniya yürüyüşü zamanı Albanlar Romalılara qarşı 40 min döyüşçü çıxarmışlar. Hərbi işdə istifadə etmək üçün at ilxları saxlayırdılar. Bunlar əsas qeyd. Mən bunları əsas sizə yazdıram ki, buna başa düşəsiniz. Belə. Deyə bilərəm ki, Albaniya ictimai və dövlət quruluşu. Gəlin bunun haqqında danışım. Deməli, Roma, Yunanistan və Şərq dövlətlərindən fərqli olaraq Azərbaycan və Albaniya dövlətində 1. Qul əməyindən geniş istifadə olunurdu. 2. Cəmiyyətin əsas istehlakçı təbəqəsi azad insanlar idi. Üçü də yazarsınız ki, qul əməyindən əsasən kənd təsərrüfatı işlərində, kənd təsərrüfatı işlərində, filiz mədənlərində, bax diqqət olun, filiz mədənlərində, bir də ki, sənətkarlıq əməlatxanalarında istifadə olunur. Albaniya əhalisi ictimai vəziyyətinə görə 4 təbəqəyə bölünür. Hansı bu da?
4 təbəqədə yazmışam. Yenə dedim ki, görə bilirsinizmi? Yəni, birinci təbəqə, ikinci təbəqə, üçüncü təbəqə, dördüncü təbəqə. Birinci təbəqə padşah, ordubashçısı, hakimlər. İkinci təbəqə xadimlər, üçüncü təbəqə hərbçilər, dördüncü təbəqə isə təsərrüfatda işləyənlər. Keçək Makedoniyaya İskəndər adından keçirilmiş pullara. Uşaqlar, Albaniyada eramızdan 3-cü əsrdə Makedoniya İskəndərin adından keçirilmiş elə bir İskəndər pullarına oxşar da, pulların kəsilibdir. O da ki, o pul deyil də. Yəni, Makedoniya İskəndərin pul ayrıdır, bu ayrıdır. Yəni, bundan istifadə etməyiblər. Makedoniyalılardan istifadə etməyib. Sadəcə ona oxşar pullardan kəsiblər. Bunu daha aydın başa düşün. Əsaslardan biri, Albaniya 26 tayfadan ibarət idi. Yəni 26 dildə danışan tayfalardan ibarətdir. Bu tayfaların içərisində albanlar da var idi və çoxluq təşkil edirdi. Sonra deyə bilərəm ki, Xəzər dənizinin qədim adlarından biri də Alban dənizi olmuşdur. Xəzər dənizi olmuşdur, Alban dənizi. Nə deyə bilərəm? Albaniya ərazisində albanlardan başqa Kadosilər, Kaspilər, Leqlər, Amardılar, Utilər, Qarqalar da yaşamışlar. Albanlar İberiya. İberiya, xəttim pis ola bilər, üzrsən. İberiya, Gürcüstanda şəhər demək, uşaqlar. Gürcüstanda şəhər. Aha, Gürcüstanda şəhər deməkdir. Deməli, başqa məlumat verə bilərəm ki, Azərbaycan Respublikasının hal-hazırda Qafqazya tayfaların nəsilləri olan hansılarıdır? Qoy buradan yazım. 3. 1. Utilər. 2. Xınalıqlar. 3 isə Buduqlular. Deməli, uşaqlar, Utilər belə yazım. Qəbələnin Nic kəndində yerləşir. Xanlıqlar Qubanın, bunu hamısını əzbər bilin, bax, əzbər. Yadda qalma yox ya, əzbər. Prosim, əzbər olsun, sonsuzluq əzbərdən, bir həftəlik əzbər yox ya, sonsuza qədər bunu əzbər bilin. Bu isə Qubanın, yenə Qubanın, Buduq kəndində. Aha, Albaniya vilayəti olan Arsak, A-R-S-A-K sözü Sak tayfanın adı ilə bağlıdır. İgid Sak, Arsak, Sak kişisi mənasını verir. Qarqar çayına axdığı bu vilayət ərazisinin türk soru Qarqallar, Xəzərlər və Albanlar yaşamışlar. Uşaqlar, Qəbələ şəhərinə həm də ki, Kabalaka deyirdilər, bunu qeyd edirəm. Kabalaka. Gəlin bəhs edim nədən? Albaniya dövlətinin yaranmasından. Albaniya dövləti Makedoniya İskəndərin şərqə yürüşü zamanı elə bir həm Əhəmənilər imperiyası dağılıb. Belə Əhəmənilər imperiyası dağılıb, həm də ki, Azərbaycan torpaqlarında İskəndərin imperiyasının tərkibinə qatıldı. Lakin İskəndərin imperiyası dağılması ilə eramızdan 4-cü əsrin sonu, 3-cü əsrin əvvəli Azərbaycan şimalında ilk dövlət olan, şimalında ilk dövlət, cənubunda Şirvanşahlardır. Bir də ki, ondan sonra da Atropatena da, yəni. Amma deyə bilərəm ki, şimalında isə yaranıb Albaniya dövləti. Albaniya dövləti yaranıb. Deməli, Albaniya dövləti ərazisinə daxil edə kimlər? Gürcüstanın Alazan vadisi, 2. Dağıstan cənub rayonları, 3. Qərbi Azərbaycan,
Qərbi Azərbaycan. 4. Qərbi Azərbaycan, İberiya. 4 İberiya. Bax, diqqəti olun ki, bu 4 dən olan aid nəyə? Albaniya dövləti ərazisinə. Albaniya dövləti ərazidə. Albaniya dövlətinin sərhədləri isə şimalda Qafqaz dağları, bunu necə göstərim bilmirəm, yəni xətt yoxdur. Şərqdə Xəzər, Kaspi dənizi, yəni qərbdə Göyçə gölü, bir də cənubda isə Tarış dağı və Atropatena ilə sərhəddir. Məgər ki, Azərbaycan dövləti Rusiya ilə sərhəddir və yaxud Ermənistan ilə sərhəddir. Yəni şəhərin də sərhədi olur, bunu da unutmayın. Keçim. İndi sizə qeyd edim Albaniya şəhərlərini. Bu mənim zənnimcə çox da bilən yoxdur. Yəni hər müəllim ola bilsin bilər. Hər müəllim yəni bilə bilməz. Deyim də. Mingəçevir. Qəbələ həm şəhər, həm paytaxt. Şamaxı. Amma Bərdə şəhər deyil. Bərdə sıradan bir ölkənin paytaxtıdır. Lakin Albaniyanın da paytaxtı olmuşdur. Dərbənd. Ölkə yox, şəhərin. Dərbənd, bir də nə? Torpaqqala. Başlıqlar yadıma gəlir, sonradan danışdıqca unuduram. Bax, bunlar Mingəçevir, Qəbələ, Şamaxı, Dərbənd və Torpaqqala. Bu nədir? Albaniya şəhərləri. Gəlin başlayayım illərdən. Eramızdan əvvəl 66-cı ildə danışım. Eramızdan əvvəl 66-cı ildə Kür döyüşü olub. Niyə Kür döyüşü deyilir? Çünki Kür çayı sahilində döyüş olub da. Baxın, eramızdan əvvəl 66-cı ildə Roma sərkərdəsi Pompey və Albaniya hökmdarı Orois ilə belə döyüş olub. Bax, elə bir Orois seçdib ki, Roma dövləti nəyə bölünüb? 3 yerə bölünüb. 3 istiqamətə bölünüb. Və deyib ki, hücum edək. 40 minlik ordusunu toplayıb. Hücum edib hara? Romaya. Amma yenə də Roma məğlub olmadı. Roma yenə də eramızdan 66-cı Kür döyüşündə qalib gəldi. Amma ki, gəlin gedək eramızdan əvvəl 65-ci il. Eramızdan əvvəl 65-ci ildə Qanıq döyüşü, yəni Alazan çayı sahilində döyüş olub. Romalılar hiylə yolu ilə qalib gəlib. Albanların qoşunu başçılıq edən Oroisin qardaşı sərkərdə Kozis ölümcül yaralanıb. Oroisin qardaşı. Bax, həm Orois, Kozis, bunlar nə olub? Albaniya dövlətinin hökmdarları. Həm də ki, bu Orois və Kozis qardaş olub. Bu hiylə ilə döyüşdə dedik ki, Roma olub. Həm də ki, deyim də, döyüşdən sonra uşaqlar meşəyə çəkən albanların taleyəci faciəli oldu. Romalılar meşəyə od vuraraq kandırdılar. Nə olur? Roma deyərəm ki, burada, meşə də buradır. Buraya od vururlar. Bura aşıb yanır. Bu şəhər olar, xeyr. Bu şəhər artıq pis olar axı. Deməli, bura pis oldu. Sonra isə orada Alban döyüşsə həlak olur. Alban döyüşsə, çox döyüşsə burada həlak olur. Yəni, bütün hamısı ölür da, məhv olur, gedir. Keçək nəyə? Döyüşdə uşağa vuruşan Alban qadınlar cəsarəti Romalılar heyrətə salır. Alban qadınları elə döyüşür ki, Romalılar heyrət qalır Alban qadınları. Deməli, döyüşdən sonra əsas qüvvələri dağlara çəkildi. Oroisin sülh təklifini Pompey qəbul etsə də, az sonra ölkənin içərilərinə doğru hərəkət etdi. Lakin Pompey aşağıdakı səbəblərdən Xəzər səninə getmək məqsədindən əl çəkdi və Albanlara yenidən sülh bağladı. Gəlin aşağıdakı səbəbləri də yazım. Özüm dedim ki, aşağıdakı səbəbləri yazacağım. Deməli, aşağıdakı səbəblərdən biri yolun çətinliyi, və yürüşün təhlükəli olmalı, təhlükəli olmalı. 2. Albanların
Albanların güclü, bir də müqavimət göstərməsi, müqavimət göstərməsi. Bu da çox partizan müharibəsi. Partizan müharibəsi. Aha. Gəlin yazım sizə Antoninin sərkərdəsi Kennedinin eramızdan əvvəl 36-cı il Albaniyaya yürüşü. Eramızdan 36-cı ildə Antoni şərqə yürüş edən zaman Plutarxın məlumatına görə Kennedi Antoninin sərkərdəsi İber və Alban hökmdarlarını qalib gəldi və Qafqaza çatdı. Dion Kaspi Kennedinin Albaniyaya yürüşü haqqında deyir ki, Kennedi İber hökmdarlarına qalib gəldi. Onu öz müttəfiqinə çevirərək qonşu Albaniyaya hücum edib. Döyüşdə Kennedi Alban hökmdarı Zober'in ordusuna qalib gəlir. Alban hökmdarı həmin vaxtı Alban hökmdarı. İndi mən sizə deyim Alban hökmdarları kimlər idi? Yəni hamısını qutamadıq. İndi yazım da. Alban hökmdarı ilk Oroys. Allah, bulanıq düşmür, donur sadəcə. Kozis. Sonra isə Zober. 3 hökmdarı olmuşdur. Oroys, Kozis, Zober. Devam edim. Zober də Romaya sadiq qalacağına, onun müttəfiqi kimi hərəkət edəcəyinə təbii ki, söz vermişdi. Eramızdan 36-cı il qalib gəlmiş kimi oldular bu döyüşdə. Uşaqlar, təbii ki, Albaniya və Atropaten dövləti sərhəd olduğu üçün belə bir hadisələr baş verib. Eramızın ilk əsrlərində Albaniya və Roma münasibətlərini. Gəlin danışım. Eramızın 20-ci ilində Parfiya Atropaten müstəqilliyinə son qoydu. Atropaten dövləti təbii ki, videosunu çəkmişəm, məhv olur. Elə bil ki, Albaniya hökmdarı Parfiya dövlətinin təzyiqinə qarşı Roma ilə yaxınlaşdı da. Roma ilə yaxınlaşdı. Nə olmuşdu? Səbəblərini yazın. 1. Xarici siyasətdə Roma imperiyası meyl etdilər. 2. Roma imperiyası ilə diplomatik əlaqələr saxladılar. Albaniya Roma ilə diplomatik əlaqələri eramızdan əvvəl 3-cü əsrdə olmuşdur. Eramızdan əvvəl 3-cü belə yazmayayım da. Eramızın yox. Eramızın olmuşdur. Çaşıb eramızdan və yazımda çaşdım. 3-cü əsrin ortalarına qədər davam etmiş. Söz yalnız iqtisadi və mədəni əlaqələr saxlamışlar. Roma bunu danışdığımda keçək anıların eramızın 72-74-cü illərində Azərbaycan yürüşü. Bu alan tayfaların ən böyük yürüşlərindən biri olmuşdur. Yürüş zamanı Albaniyadan keçən alanlar Atropatena idarə edən Parfiya danışan. Bax, əvvəlcə həmişə Parfiya və Atropaten bir olmuşdur. Sonra isə Parfiya dövləti artıq, yəni Atropaten dövləti özü məhv oldu. Parfiya artıq özünə asılı vəziyyət saldı. Deməli, Canişin qüvvələrini məğlub edib, böyük qənimətlə geri qayıtmışlar. Albanlar şimal tərəfindən alan tərəfindən gücü mədəni təsir etmişdir. Sonra Albanlar mədəni inkişaf səviyyəsincə alanların üstün olmuşdur. Belə qeydləri yazın. Sonra Albanlar sitayiş etdiyi Yunan tanrıları əsasən ən vacib şeylərdən Zevs göy tanrısı, Helios günəş tanrısı, Selena isə ay tanrısıdır. Baxın, Albanlar dini inanclarına gəlin danışım. Qədim Albanlar çox tanrılı bütpərəstlik dininə inanırlar. Atropaten dövlətinin və Albaniya dövlətinin oxşar cəhəti budur ki, ikisi də çox tanrılı olmuşdur. Bir də iki Yunanistan. Bütpərəst dininə inanır. Qazıntılar zaman tapılmış daş heykəllər, bütlər yerli əhalinin dini görüşləri ilə bağlıdır. Səma cisimlərində sitayiş də geniş gəlmişdir. Qədim Yunan daha çox ay tanrısına şikayət ən çox sitayiş edirdilər də ay tanrısına daha çox sitayiş edirdilər.
Uşaqlar, Albaniya əhalisinin yazı ilə tanış olduğu kim sübut edirdi? Kim yox da, nə sübut edirdi? Saxsı nümunə üzərindəki yazı işarələri. Bir də ki, 2-yə də deyək ki, Orosi Pompeyin məktublaşması. Artıq dərsimizin sonuna gəldik. Gəlin deyək, Albaniya dövləti, gəlin bir qeyd yazdım. Albanlar kilometri istifadə ediblər, Yunan tanrılarına sitayiş edibdilər, bir də ki, Yunan yazısı ilə tanış olubdular. Dərsimizin sonuna gəldik. Albaniya dövləti məhv oldu. Eramızın 705-ci ildə Albaniya dövləti artıq məhv olub. Yəni, eramızın 4-cü əsrin sonra 3-cü əsrin əvvəlləri məhv olub eramızın 705-ci ildə. Əgər video bəyəndinizsə, like atmağı, bir də ki, abunə olmağı unutmayaq. Sağ olun.